Cəbəl doktor, xoş gördük. Xoş gördük sizi, sağ olun. Siz necəsiz? Biz də yaxşıyıq, sağ olun. Sizi görəndə həmişə yaxşı olur. Konferansın yorğunluğu çıxmı? Tam olaraq Xızıdan sonra çıxdıq. Xızıya qədər var idi. Elə mi? Bu arada bir daha təşəkkür edirik Xızıdakı gözəl, maraqlı 2 gün üçün doyunca əyləndik. Bunun üçün təşəkkür edirəm. Sizə də komandanıza da. Xızı təbii ki sizlər üçündür, qonaqlar üçündür. Və sizin hesabınızda da mən də əylənirəm. Mən də dincəlirəm. Siz Və sizə də eləminiz. sağ ol deyirəm. Ki gəldiniz. Təşəkkür, çox sağ olun. Cəbəl doktor, mövzumuz siz olan yerdə ancaq elə biləm ki, implantologiyadan danışırıq. Ölkədə mən belə düşünürəm. Ölkədə ən çox implant təlimi vermiş insansınız. Bildiyim qədərilə artıq 52-ci hazırlaşırsınız. Bir çox suallar bizə gəlir. Bilirəm ki, sizə də suallar gəlir. İstərdim bu mövzulara biraz toxunaq. Sizcə bir gənc stomatoloq implantologiyaya gəlmək istəyirsə, hansı problemlərlə rastlaşır? Doğru. Bizim kursun artıq uzun bir tarixi var. Və 52-ci qrupumuzdur. Amma bu A'dan Z'yə qrupunun 52-cisidir. Bunun aralarında Olanfor da var, augmentasiya kursları var, başqa nə kurslarımız var? Olanfor, sinus lift çoxlu kurslarımız var və digər. Və o səbəbdən deyək ki, 52 A'dan Z'yə və yeni başlayanlar üçün olan kursun 52-cisidir. Və 52-cinin ərəfəsindəyik. Bu məni çox sevindirir təbii ki. Bu qədər davamlı olmaq, yəni bu qədər davam eləyəcəyi belə ağlıma gəlməmişdi. Amma nə yaxşı ki var, sevilir və davamı da var və mən özüm də həm zövq alıram bu kurslardan, həm təbii ki bilirsiniz, deyirlər ən çox öyrənir, öyrədən. O yüzden özüm də çox şeylər öyrənirəm. Təbii ki çalışıram, onlara bir şeylər verim, çalışıram yeniliklər gətirim, yeni bir söz deyim, yeni bir şey öyrədim. Onun içində də təbii ki özüm də öyrənirəm və inkişaf edirəm onlarla bərabər. Və problemlər. Başlamaq istəyənlərin problemlərindən danışaq. Varmı onların problemi? Bu gün Azərbaycanda mənə görə gənc bir həkimin və ya yeni başlayan bir həkimin, beginner doktor deməyincə, biraz yaxşı səslənmir, bu sözü hər kəs sevir. Beginner bir doktorun, yəni yeni başlamaq istəyən bir doktorun məncə heç bir problemi yoxdur. Bir tək problem ola bilər, onun istəyi varmı, yoxmu? İstəyin yanında cəsarət də lazımdırmı? Cəsarəti biz verəcəyik ona. Tək ki, o istək eləsin, bizə bir salam desin. Biz ona qalan hər şeyi verəcəyik. Cəsarət də verəcəyik, dərs də verəcəyik, yol da göstərəcəyik, cığır açacağıq, əlindən tutacağıq, yanında duracağıq, hər şey eləyəcəyik. Tək ki, içində bəyalaca bir istək olsun. Və mən problem görmürəm. Niyə görmürəm? Klinika var, dərs deyən var, öyrədən var və həvəslə öyrədən var. Hər şeyi verən var. İmplant var, aparat var, fiziodispenser var, müəllim var, otaq var, klinika var. Daha nə olsun ki? Belə başa düşdüm ki, problem yoxdur. Təbii problem yoxdur. İndi yenə başlasam köhnə günlərdən mən implant kursuna getmək istəyirdim. Amma heç görməmişdim ki, sadəcə bir entuziyazm vardı. Sadəcə bir həvəs var idi. Sadəcə öldü var, döndü yoxdur deyən bir prinsip vardı. Və hər dəfə ağlıma gətirirdim ki, görəsən bu çənəni necə deşirlər, nə ilə deşirlər və öz-özümə düşünürdüm ki, çənəni necə deşmək olar və eşitmişdim ki, dirillə deşirlər və təbii indi bizə diril çox rahat gəlir. 30-40 il əvvəl diril deyəndə ağlımıza o divarı deşən, betonu deşən filan diril gəlirdi və deyirdim, görəsən bu dirillə bu çənəni necə deşirlər, o düşüncələrimi deyirəm. Amma çox çalışdım. Hətta bir gün bir Alman alim vardı, həkim vardı. Ona xahişlədim ki, nə olur o dirili bir mənə göstərin də, görüm ki bu diril necə dirildi. Və elə belə göstərdi mənə o sterilizasiya qabının içərisində. Baxdım ki, elə diril olmağına dirildi, amma balaca dirillərdi. Və düşündüm ki, hə, bununla çənəni deşmək olar. İndi razısınızmı ki, biz hardan hara gəldik və öyrənmək istəyəndə nələr düşünürdük, nələr daşınırdıq, nələri təsəvvür eləməyə çalışırdıq. İndi belə bir problem varmı? Sadəcə istək, sadəcə yetərli bir istək yetər yəni. Mən problem görmürəm ki, onu da həll eləyək. Artıq problemlər həll olunub. Düz başa düşdümsə, A'dan Z'yə beginner dedinizsə də, söhbətin içində varmı elə bir həkim ki, heç implant qoymayıb və implantologiyadan anlayışı demək olar ki, yoxdur. İlk dəfə bu kursa gələ bilər, A'dan Z'yə implant kursu. Təbii biz elə onu axtarırıq. Biz elə onu axtarırıq və burada çox fərqli həkimlər gəlir. İlk dərsdə
mən tanışlıq edirəm. Hər kəsdən bir-bir soruşuram. Haranı bitirmisən, harda işləyirsən, nə kimi işlər görürsən, diş çəksən, diş müalicə eləyirsən, bildiyimiz protez eləyirsən və s. Bəli, elələri var ki, implant haqqında sadəcə bir təsəvvür var, internetdən filandan görüb, amma heç implant eləməyib. Bu barədə də faktiki məlumatsızdır. Elələri var, bir neçə implant qoyub. Elələri var, hətta orta səviyyəlidir və soruşuram, bura niyə gəlmisiniz? Burada nə gözləyirsiniz, nə istəyirsiniz? Təbii, bunları da biləndən sonra bir çoxları var ki, və dediyim kimi təsəvvürü yox, ya yeni başlayıb bir neçə implant qoyub və ya orta səviyyəli bir 20-30 implant qoyub və təbii hər kəs də özünə uyğun cavab verir ki, bir deyir öyrənməyə gəldim, bir deyir daha da inkişaf eləməyə gəldim və bəziləri artıq çox doğru, dürüst anlayır. Deyir ki, mən implant edirəm, amma səhvlərim var. İmplant edirəm, çətinliklərim var. Təbii, doğru başlamaq lazımdır, düzgün başlamaq lazımdır. Və hər kəs bunu eləməlidir ki, ağırlaşmasız başlasın, səhvsiz başlasın. Elələr var ki, mən sizə inandırım ki, kurs keçmədən, bu işi mükəmməl öyrənmədən başlayır, amma təbii ki, öyrənmədiyi üçün, bilmədiyi üçün səhvlər, ağırlaşmalar və qorxu. Qorxu hissi gəlir, adam artıq bir adım geri atır. Səbəbi nə idi? Öyrənmədən başlamaq. Təbii ki, öyrənib başlamaq lazımdır. Yadımdadır, YouTube-dan öyrənən həkimlərimiz belə var idi implant. Təbii. Və bir neçədən sonra preimplantitlər, artıq problemlər, ağırlaşmalar və daha çox da ağırlaşmalarla sizin üstünüzə həkimlərin problemlərini gətirdiklərini görürdüm ki, hər yol axtarırdılar. Eyni şey davam edir. Kömək eləmək istəyirdilər. Bildiyim qədərlə kurs bir ay gedir. Bəli. Bu düşünülmüş şəkildə, yoxsa daha qısa müddətli ola bilərdi? Bilirsiniz, insan beyninin bir qəbul eləmə həcmi deyim var, bir ölçüsü var. Yəni, mən çox şey söyləməklə deyil. Yəni, onlar bunu qəbul eləməlidir və qəbul elədiyi qədər də yavaş-yavaş bunu həzm eləməlidir. Yəni, insan bir şeyi bir gün dinlədi, bir gündə gördü, bu demək deyil ki, hər şeyi bacardı. Və bu arada bir ay müddətinə tam bir 10-15 gün arasında nəzəri hissə veririk və çox yormuram onları. Hər gün səhər-səhər təzə beyinə 2 saat bunlara mühazirə edirik. Və təbii ki, interaktiv formada, rahat formada və istənilən anda deyirəm, dayandıra bilərsiniz, soruşa bilərsiniz. Hətta belə bir hər dəfə söylədiyimiz bir şey var. Deyirəm, eyni sualı, eyni tərzdə 10 dəfə təkrar soruşa bilərsiniz. Bəlkə də çox. Tək ki, mən o sualı verəndə də bir dəfə soruşur, 2 dəfə soruşur, amma mən başa düşürəm ki, gözlərindən hala başa düşməyib. Və o anlayana qədər rahat-rahat təkrarlayıram. İzah edirəm, deyirəm ki, bu otaqdan heç kəs bir şey anlamamış, başa düşməmiş çıxmasın. Və hər şey tam-tamına həzm eləsin. Tam-tamına mənimsəsin yəni. Və bu cür davam edirik. O yüzden deyirəm 10-15 gün ərzində və bəzən təbii ki, bu 10 gündən 15 günə qədər belə uzana bilir. Səhər-səhər mühazirələr, ardınca əməliyyatlar. Və əməliyyatlar tam izahlı gedir. Hər şey addım-addım, tələsmədən, göstərə-göstərə izahlı əməliyyat veririk. Ondan sonra əməliyyatdan çıxıb bir yerdə bunu müzakirə edirik. Nə var, nə gördünüz, nə anladınız, nəyi başa düşmədiniz? Hər şeyi birə-bir xırdalayırıq, izah edirəm. Təbii ondan sonra artıq deyirəm azadsız, indi klinikaya dönün. Təbii bütün günü onlara dərs vermək, onları yormaq demək olar. Hətta arada bir hiss edirəm ki, artıq, çünki bunlar həkimdirlər, dinləmə vərdişləri belə bəlkə də azalıb, çünki tələbə deyirlər. Və o arada maraqlı bir video qoyuram, yenəsə bir şey qoyuram. Hətta stomatolojiyadan kənar, dağdan, bağdan, velosiped sürməkdən, nədənsə bir şey. Və biraz fikirləri toparlanır, yenə davam edirik. Yəni, bu qədər belə onlara həssaslıqla yanaşıram. Və bu davam edir. Sonra nəzəri hissə təxminən bitənə yaxın fantom üzərində, fantom çənələrdə implantlar yerləşdirirlər və fərqli implantlar verirəm.
Və bu təbii ki, implantlar yerləşdirirlər. Üzərindən ölçülər alırlar. Ölçünü də fərqli üsullarla alırlar. Həm sement abatment, sement fiksasiyası kimi hazırlamaq üçün ölçülər alırlar. Həm multi-unit abatmentlərdən ölçülər alırlar. Hətta digital ölçülər belə alırlar, tanış olurlar. Bilirsiniz yəni, dövrümüz təbii ki, Hətta üzümüz digitaladır, yolumuz digitaladır. Sevsək də, sevməsək də bu yol məncə sevirik. sevəcək təbii ki. Sevməyənlərə aid edirəm, mən sevirəm. Bilirəm, sevirsən. Və çox dərindən bunu həm mənimsəyirəm, həm təbliğ edirəm. Və ölçülər də alındı. Artıq fantom üzərində bir şeylər bildilər. Və bu 10-15 gün ərzində hər gün canlı əməliyyatlar görürlər, hər gün müzakirələr görürlər. Bundan sonra artıq hiss eləyirsən ki, bunlar yavaş-yavaş darıxır. Artıq xəstəyə baxmaq istəyirlər. Və öz pasiyentlərini gətirirlər. Birlikdə planlama eləyirik, rentgen eləyirik, 3D eləyirik, planlama eləyirik və əməliyyata giririk. Təbii ki, birlikdə. Hər şey addım-addım, tələsmədən, yavaş-yavaş əməliyyatlar eləyirlər. Hətta bilirəm ki, siz onlara 2 implant verirsiniz ki, öz xəstələrinə də implant qoya Təbii, bilsinlər. onu deyirəm, onu söyləyirəm. Bunun sizin təcrübənizdə nə kimi qatqısı olur həkimlərə? Çox böyük. Yəni, sadəcə dinləmək, sadəcə fantom üzərində eləmək bir başqa şeydir. Canlı əməliyyatı görmək və onu eləmək, o da bir başqa şeydir. Təbii, qarantilidirlər. Mən anban yanlarındayam. Hər şey planladığımız kimi əməliyyata keçirik və hələ bir günə qədər, bu qədər kursant əməliyyatında bir dəfə olsun bir yanlışlıq olmayıb, bir ağırlaşma əməliyyatda olmayıb. Çünki tələsmədən asta-asta bu işi görürük. Və artıq onların, mən deyirəm ki, sanki sınaqdan çıxırlar. Və bununla bitmir. Kurs bir aydan sonra bitəcək. 3 ay sonra, 4 ay sonra bu diş düzəldəcək. Deyirəm ki, sizi implantologiyaya bağlayıb buraxıram. Təbii ayrılası yeriniz yoxdur. Pasiyent gələcək, dişini istəyəcək. Artıq bağlısınız bu işə. Və təbii ki, bir aydan sonra tövsiyə edirəm ki, gedin, başlayın sadə keyslərdən. Yavaş-yavaş eləyin. Təbii, nə zamanda sualınız çıxacaqsa, dönün, gəlin, rentgen gətirin, pasiyent gətirin, məsləhət alın və ya birlikdə əməliyyat eləyək. Və bu cür davam eləyirik. Sadə əməliyyatlardan başlayın və ən mürəkkəb əməliyyatlara qədər gedin. Və bir də deyirəm ki, bu demək deyil ki, siz mürəkkəb əməliyyat gördünüz, dayanın. Xeyr, təbii ki, dayanmayacaqlar. Pasiyenti gətirirlər, birlikdə yenə planlayırıq. Yenə əməliyyatı birlikdə eləyirik və addım-addım gördüyünüz kimi qorxusuz, fəsadsız, səhvsiz, ağırlaşmasız başlayırlar və ilk addımlarını atırlar və yürüyürlər. Nə gözəl. Düz başa düşdümsə, siz bütün ilkin proseslərdə elementary səviyyədə hər şeyi izah edirsiniz. Kurs bitdikdən sonra mentor kimi onlara dəstək göstərirsiniz. Yəni sadə əməliyyatları da sizinlə bir yerdə eləyə bilirlər, suallarını yönləndirə bilirlər. Bilirəm ki, WhatsApp qrupunuz olur, sualları orada yönləndirirlər bəzən sizə və hansı ki özünü hazır hiss edir, artıq digər level'a keçəndə, artıq sinus lifting onda təkrar sizin digər kurslarda iştirak edib biliyini artıra bilir. Təbii, o qruplar söylüyorsunuz. Hər bir qrupun, 52 qrupun WhatsApp qrupu durur. Hər zaman onlara bir də o qruplar ki var, o qədər öz aralarında da və bizimlə də dostlaşırlar ki, bundan sonra o qrupda yazışırlar, görüşürlər, bir çay içməyə çıxırlar, gəzintiyə çıxırlar və ya Xızıya gedirlər. Xızıya gedirlər, rayonlara gedirlər. Təbii, bir ənənəmiz də var. Hər kursun bitişində Xızıya gedirik. Bir arada gəzişirik, meşəyə gedirik. Gözəl voleybol oynayırıq. Sizlə də oynadıq, bilirsiniz. Təbii, o voleybolu mən çox sevirəm. Yəni insanlıq, yəni insanlar sadəcə bir robot kimi bir peşəyə yiyələnməməlidir. Təbii, hər tərəfli insan inkişaf eləməlidir. Elmi ilə, bilikli ilə, həkimini ilə, idmanı ilə, insanlığı ilə, ünsiyyəti ilə. Bunlar çox mühümdür. Təbii, bir-birlərinə də çox qaynayıb qarışırlar bu kurs dövründə və kursdan hətta sonra. Hər dəfə görüşürlər. Hətta mən böyük konferanslara gələndə
Mesela Xəzər konferansına gələndə görürüm ki, Kursantlarımız. kursantlarımız grup oturublar. K51 bir oturub, K51 oturub, K48 bir oturub və mənə də zəng vuranda xoşuma gələn bir nüans var. Kalktık. Telefonu açıram. Doktor K48'den falan kəsdi. Doktor K51'den falan kəsdi. Bax bu çox bir belə bir ənənə halına gəlib və hər kəs öz qrupunu deyir. Necə Mednus'ta deyirdik mən 433-əm, mən 432-əm falanam. Eynən də bu qrup davamlı və yaşayıcı bir qrup olur. Çox xoşuma gəlir. Cabbar doktor, mənim yadımdadır, sizin kurslarda oturub qulaq asanda çox maraqlı bir ifadəniz var idi. İmplant qoyan həkimin yerişi belə dəyişir. Təbii dəyişir. Görmürsünüz yəqin onların yerişin dəyişməyini. Bu yeriş daxili gücdür, motivasiyadır, yoxsa ki doğrudan da o implantı qoya bilməyin bir özgüvənidir həkimdə. Yoxsa puldum. Bilirsiniz, təbii elə kursu başlayanda mən onlara sual verirəm ki, implant həkimdən nə alır və həkimə nə verir? Bilirsiniz, implant təbii birinci həkim öz səviyyəsini artırır. Cərrahi biliklərini artırır. Həkim digər həkimlərdən öz stomatologiyaya baxış bucağı ilə, baxış tərzi ilə digərlərindən çox fərqlənir. Həkim həkimlik səviyyəsi ilə çox qalxır. Və dediyim kimi o artıq baxışı çox dəyişir və yeni bir düşüncəyə malik olur. Bu bir. İkincisi, implantologiya həqiqətən əgər implantologiya mənimsəyirsə bir həkim, onun pasiyentləri də ona çox inanır. Diqqət çəkir, pasiyentləri artır. Və təbii implantologiya biraz zəhmətsevər işdir, biraz çətinliyi olan sahədir. Amma bu çətinliyin müqabilində həkimin maddi durumu da gözəlləşir, yaxşılaşır. Maddi durumu gözəlləşən həkim, yaxşılaşan həkim təbii xaricə ayaq açır. Hər dəfə deyirəm ki, baxın, implantoloqlar qədər xaricə kursa gedən, xarici konferanslara gedən həkim qrupu çətin taparsınız. Hər dəfə sual verirəm ki, digər ixtisasların 30 həkimin, 40 həkimin, bəzən 50 həkimin bir arada eyni bir kollega, bir yerə getdiyini gördünüzmü? Təbii görmədiniz, amma implantoloqlar var təbii ki. Və gedirlər. Və sözsüz ki, konferansa gedirlər, kurslara gedirlər, öyrənirlər və dünyanı gəzirlər, dünyanı görürlər. Deyirəm, implantologiya sizə maddiyyat verir, viza verir. Dəvəti unutdum. Dəvət verir birinci. Dəvətin əsasında viza verir. Mən heç görmədim ki, bizim həkimlərə vizaya etiraz eləsinlər. Bəli, olmur. Çünki niyə? Onlar da tanıyır bunu dəvət eləyən kimdir. Bu hansı qrupdadır, hansı qrupla gedir və qrupları da bilirlər təbii ki. Çünki birinci dəfə deyil viza alırıq və birinci dəfə deyil qrup halında gedirik. Maddiyyat verir, dəvət verir, viza verir. Dostlarla bir arada getmək, gözəl gəzintilər, gözəl konferanslar, dinləmələr verir. Niyə getməyəsən? Niyə dəyişməyəsən? Və insan dünyanı gəzərkən dəyişir. Dünyanı görür, dəyişir. Gedir, o konferanslarda iştirak edir, biliyi dəyişir, elmi dəyişir, dünya baxışı dəyişir. Yerişi niyə dəyişməsin? Dəyişir təbii ki. Təbii ki. Gələk əsas məsələyə. Sizcə gənc implantoloqlar kurs müddətində işə başlayanda hansı səhvləri daha çox edirlər və siz onları necə qoruyursunuz? Bilirsiniz, bizim kursda ən mühüm məsələlərdən biri və bizim kursda, yəni implantologiyada ən mühüm məsələlərdən biri planlamadır. Yəni, ən son nəticəni görüb işə başlamaq lazımdır. Hərdən belə deyirlər ki, sondan önə gəlmək lazımdır. Belə deyək ki, ən son nəticəni görüb təzədən yenidən başlayıb oraya doğru getmək lazımdır. Və bəzən mən görmüşəm, bəzən həkimlər sadəcə implant yerləşdirmək kimi bir yol tutur və planlama olmadan ya da sadə bir renginə baxır və başlayır implantlar yerləşdirməyə. Bəzən sümüyün həcmi çatmır, bəzən sümüyün sıxlığı çatmır, bəzən sümüyün hündürlüyü çatmır və bir yerə qədər implant qoyur, bir yerdə ilişib dayanır. Çünki planlama yoxdur. Çünki ardıcıllıq yoxdur. Və biz onlara planlamanın nə qədər önəmli olmasını göstəririk, izah eləyirik və planlamanı eləyirik. Və burada
Təbii söylədiyim kimi sümüyün keyfiyyəti, sümüyün kəmiyyəti, okkluziyanın hündürlüyü, pasiyentin istəkləri, qidalanma tərzi, yaşı, cinsi, çox faktorlar var ki, bunlar hamısı nəzərə alınmalıdır. Və tam işə başlamamışdan bu faktorlar hamısı planlanmalıdır. Və bunları alışdırmağa çalışırıq bunlara ki, buna öyrəşin. Hər şeyin sonunu görün və başlayın. Buradan başlayıb getməyin sona doğru. Onda yarıda qalma ehtimalınız var. Vizuallaşdırmalıdır, sonucu görməlidir, sonra işə başlamalıdır. Təbii. Yəni son nəticəni ən azı bilməlidir ki, nə ilə qarşılaşacaq. Nə ilə bitirəcək, onu bilməlidir, sonra başlamalıdır. Bəzən olurmu ki, hər bir etapda müəyyən bir yanlışlıqlar ola bilər, bəzən pasiyentdə ağrışmalar ola bilər. Bu zaman onlara dəstək ola bilirsinizmi? Təbii, hər zaman dəstək olmağa hazırıq və belə hallar təbii ki, olur da bəzən. Bu səhvlər dediyimiz, bu ağırlaşmalar dediyimiz, mən onlara son 3-4 mühazirəni yalnız baş verə biləcək səhvlərdən və ağırlaşmalardan danışıram. Yəni, hətta belə bir məşhur söz var, qədim söz, deyir, səhv insana məxsusdur. Amma çalışıb səhvlərdən qaçmaq lazımdır, səhvlər olmamalıdır. Əgər olursa, bir səhv olursa və dediyim kimi səhv insana məxsusdur. Mümkün deyil ki, bir həkim 5 il, 10 il, nə bilim 20 il işləsin, heç səhv olmasın. Bu absurddur. Amma bu səhvləri özününküləşdirməyi mən onlara öyrədirəm. Bu nə deməkdir? Yəni, səhvivi qəbul edəcəksən, ağırlaşmanı öz zərvə götürəcəksən. Hər dəfə bunu onlara söyləyirəm. Tibb bacısının, bilməm, başqa personalın və ya implantın və ya menecerin üstünə atmayacaqsan. Təbii, məsuliyyət bizimdir. Biz onu görməliyik, biz onu tanımalıyıq, öz üzərimizə almalıyıq, səhvimizi öyrənməliyik ki, ikinci dəfə bu səhvi buraxmayaq. Nəticə çıxardaq. Bu çox önəmlidir. Əgər, mən söyləyirəm ki, əgər bir səhv olubsa, bu səhvi özününkü biləcəksənsə və bunu araşdıracaqsansa, öyrənəcəksənsə, bu ikinci dəfə təkrar olunmayacaq. Əgər bunu dediyim kimi tibb bacısının, menecerin, bilməm implantın üstünə atacaqsansa, bu səhvlər bir ömür davam edəcək və çox yoracaq. Təbii. Bayaqdan danışırdıq biz motivasiya, necə motivasiya edirsiniz, geliş necə dəyişir bir implantoloqun. Amma Cabbar doktorun özü nədən motivasiya alır kursun bitimində? Məsələn, bir implantoloq kimi yetişən bir kursantı görürmü, rengenlərsə göndərirlərmi ki, biz bu implant qoymuşuq doktor, yeni kursu bitirmişik, belə hallarla rastlaşırsınız? Oy, bilsin nə qədər maraqlıdır. K51-i bitirdik. Çox az bir zamandır və bizim K51-dən bir həkim mənə pasiyent gətirdi. Zəng vurdu ki, pasiyentlə gəlmək istəyirəm. Gəl dedim. Pasiyentə olonfor lazımdır. Təbii, olonfor bir beginner doktorun işi deyil. Amma pasiyenti var. Niyə eləməsin? Gətirdi və bu dəfə bir başqa planlama eləyirik. Mən əməliyyatı necə başlayacağıq, necə eləyəcəyik, necə davranacağıq aramızda, o communication, necə olacaq bizim aramızda və bunun hamısını izah edirəm. Təbii, əməliyyata başlayırıq və olonforu mənim K51-i qutarmış kursantım 5-10 gün sonra eləyir. Ay, nə gözəl. Və məni çox sevindirir. Varsa rengini bizə paylaşa Təbii, bilərsiniz. mən o rengini sizə verirəm. Əvvəlini və əməliyyatdan sonrasını çox sevinirəm. İnansız, içimdə bir qürur hissi gəlir. İçimə bir sevinç gəlir ki, mən o zövqü bəlkə də başqa heç nədən ala bilmirəm. Və bəlkə də danışmışam sizə. Mən, məsələn, bəzən deyək ki, çox yorğun olan bir vaxtım olsun. Sonsuz belə yorğun olum. Amma girim bir tələbələrim arasında, kursantların arasında 1 saat mühazirə oxuyum. Sanki yenidən doğulmuş kimi oluram. O qədər zövq alıram. Təbii, bu çox gözəl bir hisslərdir ki, o kursant gəldi, o olonforu elədi. Təbii, bir yerdə elədik. Amma bilirəm ki, bəlkə bir də gələcək, bəlkə 2 də gələcək, amma bilirəm ki, davam eləyəcək. Əslində kursunuzun belə uzun sürməyin üstünlüklərindən biri də odur ki,
bilik, bacarıq, davranış dəyişiyi var. Siz bilgini verirsiniz, bacarıq olaraq da demo versiyanı qoyurlar, bəlkə bir dəfə pasientdən qoyurlar. Amma o davranış müddətindəki ikinci, üçüncü implantda onların yanlarında olmağınız məncə onların ən böyük motivasiyası və ən böyük rahatlığı oradadır ki, yanımda kimsə var və məni həmişə qoruyur, baxır, işimə cavab etdi, belə bir rahatlıqları var. Bir söz diyeyim mi? Bizim klinikada kursun aparıcısı, bilirsiniz, təşkilatçısı Aydan xanımdır. Aydan xanım bunların hamısını görür, müşahidə edir və mənə kaska sığorta deyir. Onların özləri deyir, kaska sığortanız var deyir, narahat olmayın. Tabii elə o həddə bir şeydir. Kaska sığorta var. Və mən onları hər zaman yəni çox isti baxıram. Heç zaman istəmərəm ki, hardasa bir soyuqluq hiss eləsinlər və onu hiss eləmirlər təbii ki, hiss eləməzlər çünki yoxdur o soyuqluq. Hər zaman isti baxıram və o isti münasibəti də hiss eləyirlər və gəlirlər təbii ki. Gəlirlər, zəng vururlar, rentgen göndərirlər, əməliyyat eləyirlər, bir yerdə eləyirik. Və təbii ki, protezləmədə də hər hansı bir köməyə ehtiyac olsa gəlirlər yenə və təbii ki, bu cür davam eləyirik. Və o yüzden məncə K49 var, K50 var, K51 var, K52 gəlir artıq. K52'də üzünü görmədiyiniz, amma implant öyrənmək istəyənlərə nə demək istəyirsiniz burada? Tabii rahat gəlin, qorxmayın. Siz birinci değilsiniz, siz 52'cisiniz artıq. Tabii və onlar o 52'ciler ona görə gəlir ki, 52'ye qədər gəlmişik. Və mən sizi inandırım, bir həkim vardı. O siz feedback deyirsiniz. Feedbacklər gəlir və o dolayısıyla gələn feedbackləri mən çox xoşlayıram. Çünki bilirsiniz, bəzən insanlar adamın üzünə bəzən xoş olsun deyə tərifləyir, bəzən doğru tərifləyir, bəzən çox tərifləyir, az tərifləyir və ya mənfilər demirlər. Amma dolayısıyla fırlanıb gələn feedbacklər çox yaxşı bir şeylər deyir. Bir dəfə eşitdim ki, bir həkim bir toplum söhbətdə deyib ki, siz implant eləməsəz belə o kursa gedin. Hə, deyir o kursa gedin deyir. Bilsəz ki, deyir gedəcəksiniz kursa, heç implant eləməyəcəksiniz, amma yenə gedin o kursa. Bilirsiniz, kurslara getmək çox qiymətlidir. Və mən hər dəfə kursları tövsiyə edəndə belə bir şey deyirəm. Deyirəm, məsələn, siz düşünün ki, buradan, məsələn, deyək, Parisə kursa gedirsiniz. Amma bilirsiniz ki, vizazda problem var. Parisdə, təyyarədən yenəndə sizi aeroportdan çıxmağa qoymayacaqlar. Qaytarıb başqa təyyarəyə mindirib Bakıya göndərəcəklər. Bunu bilsəz belə, gedin. Siz çox şey öyrənəcəksiniz. Təyyarədən düşəcəksiniz, sizi şəhərə çıxmağa qoymayacaqlar. Qaytarıb başqa təyyarəyə mindirib Bakıya göndərəcəklər. Amma siz yenə çox şey öyrənəcəksiniz. Və gedin. Yəni, bu qədər əhəmiyyətlidir bu kurslar. Həyati əhəmiyyətlidir. Hər şey öyrənib başlamaq çox düzgündür. Çox rahat olacaqlar. Və hətta bir dəfə eşitdim ki, gəlir yəni dediyim kimi dolayısıyla sevən, sevməyən, qısqanan insanlar da var təbii ki. Eşitdim ki, bir həkim deyib ki, Cabbar doktor elə bu kursantları buraxır. Bilirsiniz, insanlar, həkimlər bəlkə də bu kurs olsa da, olmasa da, bilirsiniz, başlayacaqlar və işləyəcəklər. Amma biri var, gəlib öyrənəcək, düzgün yol tutacaq və düzgün başlayacaq və insanlara zərər verməyəcək. Bir səhv, bir ağırlaşma eləməyəcək. Bunu öyrənib işləyəcək. Amma bir də var, işləmək istəyəcək, amma keçmək istədiyi bir kurs yoxdur və ya xaricdədir. Gücü çatmayacaq, maddiyyat çatmayacaq, gedə bilməyəcək və necə gəldi başlayacaq? Təbii ki, səhvlər çox olacaq, ağırlaşmalar çox olacaq. Bu kursun ən böyük faydalarından da biri doğru yol tutmasına kömək edir həkimlərin. Bunun üçün sizə bütün gənc implantologlarına təşəkkür edirəm. Çox sağ olun. Cəbər doktor, mənə elə gəlir ki, bir gənc implantoloq hardan başlamalıdır, yolu necə getməlidir, yetəri qədər detallı şəkildə bunları izah elədiniz bizə. Sizə keçək növbəti mövzumuza. Bu yaxınlarda biz Xəzər konfransını həyata keçirdik sizlə. Bunun üçün də sizə təşəkkür edirəm, bizə güvəndiyiniz üçün, bizə başdan ayağa bütün prosesdə yanınızda olduğunuz üçün, dəstək olduğunuz üçün. Bilmək istəyirəm, bu illərdir keçən bir Xəzər konfransı vardı, bir də Asiya ilə olan Xəzər konfransı vardı. Nə kimi fərq var idi arasında? Görürdünüzmü o fərqi?
Fərqi görmək azdır. Yaşamaq lazım. Fərqi yaşadım. Fərqi yaşadım təbii ki. Bilirsiniz, artıq çox sevindim ki, Azərbaycanda Azena var və belə bir təşkilat deyək ki, var. Və bu təşkilat bəlkə də biraz gec gəldi aramıza. Çoxdan gözləyirdik. Yəni və həsrətlə gözləyirdik, arzuluyurduq. Bilirsiniz, mən həkiməm və aktiv bir həkiməm. Aktiv həkim işləyirəm, aktiv kurslar verirəm, aktiv xaricə mühazirələr oxumağa gedirəm, xaricdə özüm də öyrənməyə kurslara gedirəm, konferanslara qatılıram və çox aktiv və çox dolu bir proqramım var. Bunun içində burada da yenə kurslar veririk, konferanslar edirik, rayonlarda, regionlarda konferanslar edirik. Görürsünüz nə qədər doluyuq. Amma Xəzər konfransı 2005-ci ildən bu tərəfə qeyd elədiyiniz kimi davamlı olaraq gələn bir konferansdır. 2 ildə bir deyirik, amma indidən başlayıb artıq 2 il sonrası konfransı hazırlayırıq. Çox enerji alır, zaman alır. Və bu arada mən həkiməm. Mən düşünürəm ki, mən konfransı təşkil edeyim. Onun elmi proqramına baxım, həkimlərin hazırlığına baxım, həkimlərin istəklərinə baxım və bu elmi proqramı qurum. Artıq təşkilati işlər sırf texniki, bu cür otellərlə işləmək və bu qədər təbliğ eləmək, həkimlərlə görüşmək, bu işləri bir araya gətirmək, bu bir həkim işi deyil, gəlin etiraf eləyək. Bu bir təşkilatçı işidir, bu bir Azena işidir. Təbii. Və çox yorucu olurdu konferanslar, çox üzücü olurdu. Amma eləyirdik, çünki məcburduq. Amma təbii, yenə nə yaxşı ki, bugün var belə bir təşkilat, nə yaxşı ki, varsınız, nə yaxşı ki, Azena var. Və doğrudan doğruya mən çox zaman tapdım elmi proqramı təşkil etməyə. O, bura gətirdiyimiz, belə deyək ki, lektorlarla, mühazirəçilərlə iş aparmağa, onları öyrənmək, onların səhifəsini izləmək, onları şəxsən dinlədiyim adamları çağırıram və biz həkimik, həkim işi görürük. Konferansda da həkim işi gördük və gözəl bir konferans ortaya qoyduq. Yəqin ki, bilirsiniz, konferansımız bu uzun illərin rekorunu qırdı. İstər iştirakçı sayı ilə və mənə görə az zəhmətlə, təbii bu zəhməti siz çəkdiniz. Bu zəhmət sizin üzərinizdə qaldı və çox sevimli oldu. Təşəkkür edirəm. Rahat oldu, gözəl oldu və yenə deyirəm, mənim çəkdiyim o qədər zəhmət olmadı. Məni tanıyanlar hamısı deyir ki, bu konferansda çox rahatsan, çox sakitsən. Təbii, özümə aid olan işləri gördüm və bütün o texniki dəstək, təşkilat işlər sizin üzərinizdə idi. O yüzden mən rahat idim. Seve gördük. Düzü, bu konferansda anladığım bir şey oldu ki, konferans təşkilatçısının konferansa aid hər şeyi bilməyi, bu işdə təcrübəli olmağı, bir də qarşı tərəfə güvənmək çox önəmliymiş. Çox çətin, amma bir o qədər də prosesdən zövq aldığım bir konferans oldu. Hər addımda, hətta arada düşünürdüm ki, Cabbar doktor bizim işimizdən zövq aldınız, yoxsa öz işinizdən? Hər ikisindən. Normalda mən Cabbar doktor illərdir tanıyıram. Cabbar doktorun konferansda çıxıb belə hər şey belə sakit bax, prosesdən zövq almağı mənə çox ləzzət elədi. Hərdən səni də sakitləşdirdim, yadındadır mı? Rahat ol deyirdim. Mən həyəcanlarına çox dedim ki, rahat ol. Deyirəm ki, siz mən tanıdığım Cabbar doktorsunuz, deyirsiniz ki, rahat ol, rahat ol. Normalda mənim gördüyüm Cabbar doktor növbəti illərdə bütün o işin həyəcanı özlərində idi, bir həyəcan var. Aqressiv olurdu hərdən. Aqressiv olurdu hərdən. Amma bu dəfə mənim özümə də çox xoş oldu ki, siz prosesdən zövq alırdınız. Mənim özüm prosesdən zövq alırdım. Azena komandasına doğrudan təşəkkür edirəm ki, komanda da mənə o rahatlığı verdi ki, mən də prosesdən zövq alım, izləyim, xırda detallara baxım, nə var, nə çatmır. Ona görə mənim özümə də çox xoş oldu və anladım ki, işi bilən adamlarla bir yerdə işləmək işə başqa bir zövq verir. Təbii, işi bilən deyirsiniz. Amma onu deyim ki, bu cəhdi eləyən birinci komanda deyilsiniz. Sizdən əvvəl də bu cəhdi eləyən kampaniyalar olmuşdu, firmalar olmuşdu. Amma uğursuz olmuşdular. Uğursuzluqları da məlum idi səbəbi. Çünki
stomatoloji dünya ayrı bir dünyadır. Bu dünyanın içine girmek için bu dünyanın dilini bilmek lazımdı. Bu dili sen bilirdin. Ve girebildim. Ben bu işi size havale eləyəndə də bilirdim ki, ötəsindən gələcəksiniz. Amma bundan əvvəlki illərdə dediyim əvvəlki kampaniyalar bu işə girmək istəyəndə də onlara bu işi qismən həvalə eləmişdik. Çünki bilirdim ki, ötəsindən gəlməmə ehtimalları böyükdür. Və həqiqətən də ötəsindən gələ bilmədilər. Və yenə biz hər şey eləyəsi olduq. Amma sizin bu işi bilməyiniz, insanları tanımağınız, stomatoloji həkimləri bilməyiniz, tanımağınız, onların xarakterini, iş üslubunu bilməyinizdən bilirdim ki, bu işin ötəsindən gələsiniz. Və o yüzden başlanğıçdan rahat idim. Və bu işlərin gedişində də mənə sevindirən bir nüans var idi. Sanki bir məktəb yetişir. Bir qrup formalaşır. Konferans təşkil eləmə kimi bir məktəb yetişir. Və bu çox sevindirici haldır. Çox sevinirəm. Teşekkür ederim. Teşekkür Çox sevinirəm ki, varsınız və bu işin ötəsindən gəlirsiniz. Əslində bizim özümüz də sizə borcluyuq. Mənim özüm konferansım necə olmalıdır, məsuliyyəti necə olmalıdır, kimlə vaxt gəlməlidir, hardan başlamalıdır, insanların xarakterini qarşı necə reaksiya vermək lazımdır. Bunları mən sizə öyrətmişəm. Ona görə bu məktəbdə sizin çox böyük əməyiniz var. Bunun üçün sizə təşəkkür edirəm. Bir yerdə öyrənmişim mən elə gəlir. Addım addım, yavaş yavaş. Tabii ilk konferansımızda, mən bunu hər yerdə deyirəm. İlk konferansımızda mən rəhmətlik, mənim ilk implantoloji müəllim Oleg Nikolayeviç Surova zəng vurdum və bundan xahiş elədim ki, Azərbaycanda, mən danışıram 2004-cü ildən, 22 il əvvəldən. Azərbaycanda bir kurs eləyək və həkimləri cəlb eləyək, öyrənsinlər və implantoloji Azərbaycanda inkişaf eləsin. Buna bir zəng vurmuşam. Və zəng vuranda da, indiyə kimi yadımdadır, klinikamızda balaca otaq var idi. O otağa keçib qapımı bağlamışam ki, kimsə mənə narahat eləməsin, rahat danışım. Danışıram, dedim, bəs Oleg Nikolayeviç, bəlkə bir kurs eləyək Azərbaycanda. Dedi, eləyək. İndi danışırıq, kurs necə olsun, necə təşkil eləyək, nə vaxt eləyək. Bu arada qayıtdı ki, bəlkə bir konferans eləyək. Mənim səsim tutuldu, dayandım. Bu deyir, indi səsim çıxmır. Niyə çıxmır? Düşünürəm ki, konferans nədir? Mən konferansı necə eləyirlər bilmirəm. Harda olacaq bilmirəm. Və bunu kim leksiya oxuyacaq bilmirəm. Axı, heç təcrübəmiz yoxdur. Bu da deyir, alo, oradasan mı? Niyə dinmirsən? Deyirəm, axı, biz belə bir şey bacarmırıq. Deyir, mən kömək eləyəcəm. Deyirəm, axı, Azərbaycanda deyirəm, implantolog çox azdır. Kim iştirak eləyəcək? Deyirlər, az olduğu üçün eləyirik də. Öyrənsinlər, artsın bu say. Deyirəm, kim mühazirə oxuyacaq? Deyir, onları mən gətirəcəm. İndi hər sualı verirəm, qayıt derim, bəs harda eləyəcəyik? Deyir onu, sən də bacaqsan, sən başıdasan, sən Azərbaycandasın, sən təşkil edəcəksən. Dedim, artıq sual qalmadı. Deyirəm, yaxşı, eləyək. Amma eləyək, hardan başlayaq, necə başlayaq? Yəni, zamanında bu qədər sual var idi. İndi artıq bir nəfər qalxıb konferans eləsə, deyəcək, hər şeyi Günar bilir. Hər şeyi Azərna bilir. Təbii, çox rahat olacaq. Təşəkkürəm. Mənə elə gəlir ki, biz işin bir çox hissəsindən hakimik bilirik, amma siz demiş, hər gün o qədər yeniliklər çıxır ki, mənim özüm sahəyə aid olmayan digər konferansda olmağı çox sevirəm. HR-ların konferansı olsun, sahibkarların konferansı olsun. Ki orada nəsə yenilik olsa, bunu stomatologiyada tətbiq eləyək. Çox sevirəm belə yeniliklər stomatologiyaya gətirmək konferanslarda. Və elə bilirəm ki, biz daim biz də axtarışda olacağıq. Siz də bizə tələbləriniz olacaq. Hər konferansda daha yenilik bir şeylər istəyəcəksiniz. Biz də buna hər zaman açıq. Bilirsiniz, məsələ ondadır ki, bəzən elə bir şey görürdün, amma deyirdin ki, bu gözəl bir şeydir, amma bu çətindir də, bunu eləyə biləcəkmi? Bundan sonra gözəl bir şey görəndə həmən dosta zəng, Günay, belə bir şey var və təbii ki, bunu eləyə biləcəyik. Əlbir olub, çox şey eləyəcəyik. Hətta komanda üzvlərimiz belə, sonuncu dəfə videoqrafımız kosmetologların konferansındadır. Bir də görən mənə səhnənin şəklini atıb. Biz konferansımızda bunu edir. Deyirəm ki, aha, o beyni artıq komandanın beyni də oradadır ki, yeniliklər eləyək. Dedim, bir məktəb yetişir, bir formalaşır. Çox mühümdür. Doğru.
Doğru. Bir daha teşekkür Cabbar doktor. Gəldiyiniz üçün, maraqlı söhbət üçün. Mən saatlarla sizdən söhbət eləyə bilərəm. Həmişə deyirəm ki, ən yorğun anımda Cabbar doktorla söhbət etsəm enerjim yenilənir. Biz saatlarla danışa bilərik, amma təəssüf ki, vaxt artıq bitmək üzrədir. Bir daha təşəkkür gəldiyiniz üçün, dəvətimizi qəbul etdiyiniz üçün. Çox Çox sağ olun. Söhbət də elə az olsun, yaxşı olsun, az olsun, şirin olsun. Hər zaman təbii ki, mənə də xoşdur. Biraz stomatologiyamızdan, biraz onun problemlərindən və təşkilatçılığından danışmağımız mənə də düşündürür. Və yenə deyirəm, harası gedəcəmsə, artıq bilirəm ki, arxamda böyük bir qüvvə var, arxamda bir güc var. Mən bir ideya verəcəmsə, ideyanı həyata keçirə biləcək bir kampaniya var. Aziyana var. Tabii. Teşekkür. Onu hər Çox sağ olun. Axırıncı dəfə harasa gedirdiniz, səhər-səhər mənə səs göndərmişdiniz ki, Günay, mən gedirəm bu qədər işin gücün arasında, amma gedirəm çünki güvənirəm ki, Günay var da, gedirəm. Sonra da bir də səs göndərdiniz. Nəysə başqa bir səs göndərdiniz. Deyirəm ki, doktor, siz Günaya güvənib gedirsiniz, mən kimə güvənim gedirəm. Doğrudan Komandaya. Ben yavaş yavaş tabii. yetiştirik komanda ki biz de ona güvene Tabii. girebiliriz. Çok teşekkür. Minnettarım her şey için bir daha. Sağ olun. Çox sağ olun. Mən də minnətdaram. Sağ olun. Aziyana'nın növbəti görüşlərində yenə görüşməyə ümid teşekkür.